Hər kəsə məlumdur ki, bulku xəmiri çox şirin olduqda şişmir, həm də bərk olur. Bəs necə edək ki, bulkularımız belə gözəl qabarsın, həm də şirin olsun? 2 stəkan ilıq südün üzərinə 1 stəkan şəkər tozu, 2 paket vanil, 10 qram da quru maya əlavə edib qarışdıraq. Mən rəng üçün biraz da sarı kökdən istifadə elədim. Ardınca 150 qram ərdilmiş kərəyağı, 1 ədəd yumurta, 6 stəkan yarım un əlavə elədim. Başladım yumşaq bir xəmir yoğurmağa. Unun marka və keyfiyyətindən asılı olaraq miqdarı dəyişilə bilər. Ona görə də unu az əlavə edin. Xəmirimizi 1 saat yarım mayalandırın. O mayalanana qədər mən də getdim uçsuz bucaqsız endirimlərlə dolu olan Kingsmart'a. Bu uçsuz bucaqsız sözünü boşuna demirəm. Elə uçsuz bucaqsız da endirimlər var. Hər gün yenilənən ət məhsulları, şirniyyatlar, meyvə tərəvəzlər, endirimləri tək-tək göstərsəm gərək bura 1 saatlıq video hazırlayım. Ona görə də ən yaxşısı gedib özünüz baxın. Mən də ərzaqları oradan aldım və gəldim. Xəmirimiz 2 qat mayalandı. Çox gözəl yoğurun ki, xəmirdən maya qoxusu gəlməsin. 70 qramlıq kündələrə ayırdım. Kündələr də biraz getsin dincəlməyə. İndi isə gəlin bulkularımıza bir forma verək. Kündələri gördüyünüz kimi açın, bıçaqla kəsiklər atın bir tərəfinə istədiyiniz cemi əlavə edib burun. 70 qramdan 22 ədəd bulku hazırladım. 12 ədədini bu formada etdim. 12 ədədini də belə açdım, yağladım, biraz şəkər tozu vurdum və əyib kəsdim. Belə də çox gözəl alınır. Şəkər tozu içərisində əriyir, qat-qat görsəniz. Üzəri üçün yumurta sarısı, süd, duru yağ, biraz da sarı kökü əlavə elədim və getdi. Öncədən istilmiş 200 dərəcəli sobada üzəri qızarana qədər pişməyə. Sonda üzərini pudra şəkəri ilə servis edə bilərsiniz. Çox ləzzətlidir. Uşaqlarınızın məktəbə apara biləcəyi ən ləzzətli bulkudur. Videonu da bəyənib sevdiklərinizlə bölüşməyi unutmayın. Hələlik.